Sabahınız xeyir olsun mənim əzizlərim, mənim əziz Azərbaycan xalqım. Bir-iki kəlmə danışmaq istəyirəm bu son günlərdə Azərbaycanla Rusiya münasibətlərində olan gərginlik barəsində. Yəni burada çox sadədir hər şey. Sadə bir bunun hamısının səbəbi var. Səbəb budur ki, yəni demək olar ki, yüzillər boyu Azərbaycanla Ermənistan arasında olan münaqişə demək olar ki, son nöqtəsinə çata-çatdadır. Qalıb bir dənə sülh, yəni sülh razılaşmanı imzalamağı Azərbaycanla Ermənistanın arasında. O sülh razılaşma da artıq hazırdır. Başa düşürsünüz? Yəni demək olar ki, bütün iki tərəf heç kimsiz bütün məsələni həll elədilər. Yəni Azərbaycanla Ermənistan özləri danışırlar. Daha Minsk qrupu, nə bilim Rusiya vasitəsi heç kəs yoxdur bu söhbətdə. Bir dənə Türkiyə var. Gördünüz də, yəni bu yaxınlarda əvvəlcə bizim cənab prezident getdi Türkiyəyə, dalıyca Nikol Paşinyan getdi. Ondan sonra bütün bu məsələlər başlandı. Yəni Rusiya başladı barmaq eləməyə birinci Ermənistanda, orada dindarları qaldırdı hökumətə qarşı. Hətta Rusiyanın mərkəzi telekanalizasiyalarından propagandistlər də çıxış elədilər ki, qalxsın millət, Nikol Paşinyanı devirmək lazımdır. Axır ki, neysə. Amma sizə deyim ki, Nikol Paşinyan çox ağıllı adamdır ya. Vaxt gələcək, onun üçün Ermənistan xalqı demək olar ki, heykəl qoyacaqlar. Çünki Nikol Paşinyan olan tarixində ilk adamdır ki, hansı ki, doğrudan da Ermənistan üçün elədiklərini indiyənə kimi heç kəs eləmir. Neysə, qayda bu məsələyə. Bizə də qarşı gördünüz də Rusiya nə elədi. Rusiya çox belə həmişəki kimi, yəni gözlənilən, çünki Rusiya hakimiyyətinin nə əməli var, nə sözü var, onun bacardığı ancaq odur ki, belə ixtişaş yaratsın, panika yaratsın, qanunsuzluq eləsin. Bu bunların dəsti xəttidir. Yəni bundan artıq Rusiyadan gözləmək lazım deyil heç nə. Rusiya Qafqaz regionunda, ümumiyyətlə demək olar ki, yaxın şərq regionunda öz təsirini itirə-itirə gedir. Yəni Qafqazda qalan qalıq təsirlərini də demək olar ki, tam şəkildə itirəcək. O halda ki, nə vaxt ki, Azərbaycanla Ermənistan həmən sülh müqaviləsini imzalayacaq. Bu da o deməkdir ki, sülh müqaviləsi imzalanan kimi Zəngizur dəhlizi açılacaq. Zəngizur dəhlizində də maraqlı olan dövlətlər çoxdur. Rus çox istədi ki, ora barmaq qoysun, yəni bizim nəzarət altında olsun, nə bilim FSB-miz orada otursun, polisimiz otursun. Amma bu olmadı. İran da yaxşı sirkələdilər. İran bu dəqiqə o halda deyil ki, oturub fikirləşsin ki, Zəngizur dəhlizi açılacaq ya açılmayacaq. Halbuki İran da buna qarşı idi. Yəni İran və Rusiya. Çünki bu o deməkdir ki, onlar öz qalıq necə deyirlər, təsirini regionda tam şəkildə itirirlər. Başa düşürsünüz. Neysə, böyük bir kütləvi ixtişaşlar keçir, böyük bir dəyişikliklər baş verir dünyada. Yəni istəyirəm ki, hamınız biləsiniz ki, ümumiyyətlə də bu dərin dövlət adlandırılan bir söz var da, deyirlər, dərin dövlət dünyanı idarə edir. Bu dərin dövlət o demək deyil ki, kimlərsə oturublar, o Qurtlar Vadisi kinosu kimi gəlirlər, yığışırlar yerin altında, nə bilim, plaşlarda, başlarında kapüşon. Xeyr, dərin dövlət kapital deməkdir, kapital. Yəni pul, böyük bir şirkətlərin maraqları, böyük dövlətlərin maraqları, maddi maraqları. Yəni Çin maraqlıdır ki, Zəngizur dəhlizi açılsın. Çin maraqlıdır ki, öz istehsal elədiyi məhsulların məsələn bir kontinentdən o birisi kontinentə çatma vaxtı azalsın. Başa düşürsünüz? Yəni bütün dünyanı bu dəqiqə fırradan idarə edən kapitaldır. Yəni böyük şirkətləri, böyük ölkələrin biri ilk növbədə iqtisadi, sonra geopolitik, sonra da siyasi maraqları. Ona görə mənim əziz xalqım, sizdən çox xahiş edirəm də, ümumiyyətlə provokasiyalara uymayın. Nə badə, yəni düşünəsiniz, fikirləşəsiniz ki, aha, orada nə bilim nəsə eləyirlər, bizlərə qarşı, Azərbaycanlılara qarşı, Rusiyada biz də həmin şey burada Ruslara qarşı mümkündür, belə şey eləməyin, ha. Çünki onların istədiyi də odur.
Başa düşürsüz? Onlar da elə onu istəyir ki, siz burada nəsə eləyəsiniz, burada olan o Rus millətinə ki, sabah əlinə bayraq götürsün, necə ki Ukraynada elədi ki, aha, Rus millətini bizim öz vətəndaşlarımızı, yəni milliyyətimizi, Rus milliyyətli olanlarını müdafiə eləmək üçün giririk Azərbaycana. Başa düşdünüz? Həmin şeyi o vaxt Ukraynaya eləyiblər bunlar. Ona görə heç cür bunlara uymayın. Bütün bu şayələrə heç nəyə fikir verməyin. Onu bilin ki, bizdə olan, yəni Ruslar da oranın Rusları deyil, onlar artıq bizim vətəndaşlarımızdır. Onlar bizim bir hissəmizdir. Başa düşürsünüz? Yəni ayrı seçkilik salmayın. Həmçində sözüm bax hələ bizim blogerlarımıza da sizdən çox xahiş edirəm, yəni ki, bu məsələni çox da belə ağardmayın. Bıraxın getsin öz xodu ilə. Mənim fikrimcə, yəni ki, dövlət özü çox qəşəng bilir, neyinir? Gəlin bunu qoyaq dövlətə. Yəni siyasəti qoyaq dövlətə. Bizim dövlətimiz şükür Allaha xarici siyasət üzrə demək olar ki, Grossmeister kimi ləzzətli belə necə deyərlər, xodlar aparır da. Yəni hələ bir ki, şahmat oynayır, özdəki bütün necə deyərlər bu addımlar hamısı uğurludular. Mən ümidvaram ki, hələ uğurludurlar, hamısı davam edəcəklər. Ona görə gəlin hamımız bir olaq. Azərbaycanda milli fərqlilik yoxdur. Hamısı Azərbaycan vətəndaşıdır. Onun milliyyətindən asılı olmayaraq. İstəyir lezgi olsun, istəyir talış olsun, istəyir Rus olsun, istəyir avar olsun, istəyir ucun olsun, istəyir Ukrayna olsun, istəyir Yahudi olsun. Bunlar hamısı bizim vətəndaşlarımızdır. Və hamısını qoruyan bizim konstitusiyamız var, bizim qanunumuz var. Belə bir anlarda gəlin hamımız bir olaq, bir-birimizə dəstək olaq. Bu qədər qəlbdən qəlbə.